İmişli Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rızayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Auditorlar Palatasının sədri Professor Vahid Novruzov, Şuranın aparat rəhbəri Ramin Həsənli, aparatın şöbə müdürü Elşad Quliyev, Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov, şura üzvləri, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə İmişli şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda dahi rəhbərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda ağsaqqal və ziyalıların cəmiyyətin ictimai-mədəni həyatında mühüm rolundan söz açılıb. Bildirilib ki, onların zəngin həyat təcrübəsi, tövsiyə və məsləhətləri gənc nəslin milli mənəvi dəyərlərin ruhunda formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev hər zaman ağsaqqallara böyük hörmət və ehtiram göstərib. Bu ənənə Prezident İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirilir. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının hesabatı dinlənilib. Şuranın ötən dövr ərzində gördüyü işlər iştirakçılar tərəfindən qənaətbəxş qiymətləndirilib.